Ama digər tərəfdən bizim su ehtiyatlarımızı da böyük dərəcədə artırır və bugün ambarlarda yığılan su bizə imkan verəcək ki, kənd təsərrüfatı üçün bu il su problemi olmasın. Donqulu İlham Əliyev, sən bizdən məzə pıqqıldadsan bəniyə, İlham Əliyev. Hə? Ay xalq, xalq nədir? Xalq kimdir? Hansı xalq? Xalqı. Dünyada yeganə prezidentdir ki, özüm ölüm, çıxır cəmaatın, xalqın gözünə baxa-baxa konkret məzələnirik xalqdan. Belə dünyada bir prezident yoxdur da qardaş. Xalq desənə, xalq nədir? Nə xalq? Hansı xalq? Xalqın 10 milyonunun özüm ölüm deyirəm, 70 bəlkə də 80%-nə ayrıca bir qəbir qazanmalıdır, qəbirstanlıq yaradılmalıdır. Aparıb hamısını orada bastırmaq lazımdır. Çünki ölüblər. Xalqın 70-80%-i ölübdür. Özündən xəbəri yoxdur. Xalqın 70-80%-i deyəndə, məsələn, bilirsiniz də, bugün bizə nə lazımdır? Məsələn, İlham Əliyev çıxıb orada məzələnir xalqdan. Velizarlara, baboşlara getsinlər, baxsınlar. Nə bilim, pivnolərdə getsin, 1 manatlıq pivədən içsin. Sonra da üstündən də noxud vursun, gəlsin, donmasın, yatsın, səhər də getsin. 12 saat, 15 saat ayıb 400 manat, 500 manat eşkək kimi işləsin. Ölkənin 70-80%-i bu gündədir. Yəni, ölmüş, köləliyi qəbul eləmiş bir toplum. Və əlbəttə ki, belə olan halda da İlham Əliyev çıxacaq, belə məzələnəcək, siz xalqdan məzələnəcək. Görürsünüz, adam nə deyir? Gör, ölkənin prezidenti çıxıb deyir ki, yağış yağmağını deyir, bizə sərf eləyir, kənd təsərrüfatında deyir, o suyu istifadə. Yəni, bu boyda neft, qazdan gələn milyardlarla kənd təsərrüfatı üçün su ambarları yaradılmayıbdır. Amma ümidini bağlayır, bizim ali xəmir yumruq İlham Əliyev, ümidini yağışlara bağlayıb ki, yağış yağsın, kənd təsərrüfatı tarlalar falan filan sulanacaq yağış suyu ilə. Biz onları deyir, ambara yığacaq. Yəni, o boyda Xəzər dənizi, bizim o göllərimiz, gölüzlər, nə bilim, bunlardan heç bir işə yaramadı da, yəni. Onlar heç bir işə yaramadı. İlham Əliyev çıxıb deyir ki, bəs biz yağış sularından istifadə edəcəyik. Həqiqətən bir biabırçı bir vəziyyətdir, adam bilmir nədir. Amma elə bu xalq, elə bu da yaxşıdır. Elə belə xalqın belə də rəhbəri olar da, yəni belə. Bundan artıq bu xalqa rəhbər məncə yaramaz, layiq deyil hələ ki. Çünki xalq öz mənliyini, kimliyini hələ dərk eləməyibdir. Xalq hələ özünü başa düşməyibdir. Başa düşürsünüz? Xalq köləliyi qəbul eləyib. Xalq ancaq İlham Əliyev şou göstərsin, onunla əl çalan xalqdır. Ona görə Azərbaycan xalqı, siz cəlladınıza aşiq olmuş bir xalqsınız. Yağışlar, bax belə leysanlar, daşqınlar sizə hələ azdır. Təbii belə olan halda da İlham Əliyev çıxıb sizdən məzələnəcək. Bu konkret şəkildə dövlət televiziyası vasitəsilə çıxıb xalqla məzələnmək deməkdir. Bunun başqa bir adı yoxdur. Siz hələ bunu tutmadınız. Əgər tutdunuzsa, girin kommentlərdə yazın da. Yazın ki, İlham Əliyev, Duduşuva sarımısan, İlham Əliyev bizi. Şeypurva sarımısan da, İlham Əliyev. Sən öl. Duduşuna sarımısan. Ya sabah bir gün 70 yaşın olacaq. Duduşuva sarımısan da İlham Əliyev bu xalqı da sən ölə. Xalq bunu deməli ki, sən bizi sarımısan. Nə boş-boş danışırsan, nə çərənirsən. Yenə kakaindən çəkib mıxlamısan, nə poxuyumsan, çıxmısan oraya ağzıva gələn danışırsan. Hə? Yəni, bu ölkə bu günə qaldı ki, yağış suyunun birində qaldı ölkənin rayonları, kəndləri. Dediyim kimi, bəli, Azərbaycan xalqı, siz buna layiqsiniz. Layiq olduğunuz kimi də yaşamağa davam eləyin. Yaşasın İlham Əliyev. Yaşasın Azərbaycan yox, İlham Əliyevin milyardları. Yaşasın Əliyevlər ailəsi. Eşq olsun İlham Əliyev. Sabah bir gün, sənin yadıma düşdü. Yəni, İlham Əliyev bu xalqı toplayacaq azadlıq meydanına, özü də çıxacaq yuxarıdan, xalqın, bax, özümün xalqı yığacaq azadlıq meydanına, çıxıb o binanın başından xalqın başına işləyəcək. Xalq da deyəcək ki, cənab prezident, dərmandır işə, savab, nədir o, şəfa tapırıq sənin iş əməyindən, işə başımıza İlham Əliyev. Yalnız da bəlkə, mən illər öncə bir kişi keçmiş prezident aparatının işçisinin həm də keçmiş polisin bir videosunu paylaşmışdım. O İlham Əliyevin deyir 12-13 yaşında deyir Moskvada 5-ci mərtəbədən deyir
balkondan deyir cəmaatın başına işiydi. Yəni İlham Əliyevin bu uşaqlıq xatirələrində, yəni Azərbaycan xalqı. İlham Əliyev yadıma saldım. İstəyirəm bunu elə də. Eləyə bilərsən İlham Əliyev. Onsuz nə eləsən də bu xalq reaksiya sıfırdır. Yığ xalq azadlıq meydanına, uğraşdı. Çıx oradan cəmaatın başına işə. Heç nə deməyəcək. Sən öldürəm çıxıb deyəcəklər ki, dərmandır, dərman, vitamindir, vitamin.